ayın 5'indən, yəni bu gecə, ayın 5'indən 6'sına keçən gecə Ukrayna bir tərəfli qaydada, yəni öz tərəfindən, çünki Rusiya Evet. tərəfindən yalnız ayın 8'i 9'una bunlar parad keçirmək üçün, bunlar xüsusi adamlardır axı, bunlar ağ adamlardır, dünyada yerdə qalanlar hamısı qara rəngdə olan adamlardır, bunlara şərait yaratmaq lazımdır, bunlar deyən olmalıdır, bunlar 8'i və 9'u nəzərə alırlar, amma Ukrayna bunun bütün bəhanəsini kəsmək üçün dedi, Evet. 5'indən 6'sına keçən gecədən mən ateşkəs elan edirəm, amma ateşkəsi də gördüyünüz kimi, yəni buna da vəhşi və qana susamış Rusiya deyərlər, Rusiya ordusu deyərlər. Yenə də səhər saatlarında Ukraynanın 5 vilayətinə dron və raket zərbələri endirilib, əvəzində də necə deyərlər, düzdür, Ukrayna ərazisi olan, yəni işğal altında olan Cankoy şəhəri, yəni Krımda olan Cankoy şəhərinə Ukrayna tərəfindən sarsıdıcı zərbə yetirilib. Və onu da qeyd edeyim ki, dəyərli Heydər bəy, Ukrayna uzaq mənzilli PUA hücumları ilə Rusiyanın ikinci ən böyük neft emalı zavodu olan Kirişi deməli zavodu Ukrayna tərəfindən deməli boru kəmərləridir, sonra limanlardır, yəni o ərazilər dron zərbələrinə məruz qalıb və bu da Rusiyanın istədiyi, yəni Rusiyanın nail olduğu nəticə. Və çox maraqlıdır ki, bu müharibəni Rusiya tərəfi dünən də deməli həm dünən, həm də yəqin ki, bugün də bu cür hücumları bunlar terrorizm adlandırırlar. Deməli, başqa ölkənin ərazisinə girəsən, Ukrayna özünü müdafiə məqsədi ilə bunlara zərbələr endirəndə, bunlar dərhal bunu terrorizm adlandırırlar, beynəlxalq hüquq yadlarına düşür. İndi təsəvvür edin ki, Ukrayna sərhədlərindən Heydər bəy, indi bəzi dostlarımız əvvəllər 300-500 kilometrdən danışırlar. İndi bu təxminən 800 kilometr məsafədə yerləşir həmin bu zavod. Bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalmışdı. Bilirsiniz, bu ötən günlərdə həm Permdə baş verən, həm Tuapsedə baş verən, indi də bu deməli ikinci ən böyük neft emalı zavodunun vurulması Rusiya üçün bir siqnal olmalıydı.